Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 9-cu sinif buraxılış imtahanına uyğun hazırladığım sınaq izahına baxırıq. Nəzərinizə çatdırım ki, bu suallar müxtəlif illərdə buraxılış imtahanında istifadə olunmuş mövzular əsasında, suallar əsasında hazırlanıb. Yəni daha çox nələrə diqqət olunub, hansı məqamlara, nüanslara diqqət olunub, o xüsusda hazırlanmış suallardır. Ona görə siz də diqqətlə bütün sualların izahına baxın ki, faydası olmuş olsun. Keçək sualın izahına. Sizin dostunuz onları göz açmağa da qoymaz cümləsinin təhlili ilə bağlı doğru fikirləri seçin deyir. İsimlərin hamısı quruluşda sadədir. Burada bir dənə isimimiz var. İsimlər deyir deyə səhvdir. Şərtimiz ödənmir. Mübtəda əvəzliklə ifadə olunub. Bax burada mübtəda 3-cü növ təyini söz birləşməsi ilə ifadə olunub. Sizin dostunuz 3-cü növ təyini söz birləşməsidir. Əvəzlik deyil. Nümunədə ədat işlənmişdir. Da burada ədat deyil, bağlayıcıdır. Sadə isim adlı haldadır. Dostunuz sadə isimdir və adlı haldadır. Şərtimizi ödəyir. Yiyəlik hallı bir isim var. Burada sizin əvəzlikdir. Yiyəlik hallı isim deyil. Verilən xanalardan yalnız birinə yazıla bilər. Rəhim şəhərin məşhur cərrahını çağırtdırdı. Ümumi şəxsli cümlə deyil. Ödəyir. Müəyyən şəxsli cümlədir. Bunu da ödəyir. Bizdən soruşur ki, yalnız bir xanaya yaza bilək. Hər iki xanaya yazırıq deyə variantımız ödəmir. Dost dar gündə tanınır. Ümumi şəxsli cümlə deyil. Ödəyir. Müəyyən şəxsli cümlədir. Bunu da ödəyir. Sabah rayona gedəcək. Ümumi şəxsli cümlə deyil. Ödəyir. Müəyyən şəxsli cümlədir. Bunu da ödəyir. İsti yay günlərindən biridir. Ümumi şəxsli cümlə deyil. Bunu ödədi. Müəyyən şəxsli cümlədir. Bunu ödəmir. Çünki isti yay günlərindən biridir ifadəsi şəxssiz cümlədir. Bir fikri ödədiyinə görə cavabımız olar D bəndi. Onlar hələ çox danışacaqlar. Ümumi şəxsli cümlə deyil. Ödəyir. Müəyyən şəxsli cümlədir. Bunu da ödəyir. Cavabımız olar D bəndi. Tabesiz mürəkkəb cümlələri müəyyən edin deyir. Mən dedim, o çox nabələd adamdır. Bax, cümləni deyəndə oradan ki bağlayıcısı bağırır ki, mən buradayam. Ona görə cümlə olur tabeli mürəkkəb cümlə. Mən dedim ki, nəyi? Tamamlıq budaq cümləsidir. Rasim qapını açdı. Uşaqları otaqdan qovdu. Qapını açanda, uşaqları otaqdan qovanda Rasimdir. Hərəkət bir şəxs tərəfindən icra olunur. Yəni, mürəkkəb cümlə deyil, sadə cümlədir. Abituriyentlər çox çalışdı və imtahan uğurlu keçdi. 2 müstəqil cümlə var və bağlayıcısı ilə bağlanıb, bağlama vasitəsi tabesiz mürəkkəb, tabesizlik bağlayıcısıdır, daha doğrusu. Və tabeli mürəkkəb cümləmizdir. Hərçənd bizə getdik, amma Nurlan gəlmədi. Burada hərçənd bağlayıcısı tabeli mürəkkəb cümləni bağlayır. Amma bağlayıcısı isə tabesizlik bağlayıcısıdır və tabesiz mürəkkəb cümlələri bağlayır. Amma yadda saxlamaq lazımdır ki, qarşılaşdırma əlaqəli tabeli mürəkkəb cümlədə, amma tabeli mürəkkəb cümlədə bağlayıcı vasitə ola bilər. Yəni, bu ifadə tabeli mürəkkəb cümlədir. Burada bağlama vasitəsi həm tabelilik bağlayıcısıdır, həm də tabesizlik bağlayıcısı. Demək, buradan belə nəticəyə gəlirik ki, ümumiyyətlə tabeli mürəkkəb cümlədə tabesizlik bağlayıcı da bağlayıcı vasitə ola bilər. Nurayın imtahan sualları xoşuna gəldi. Nəticələri yüksək oldu. Bax, bu tabesiz mürəkkəb cümlədir. Niyə? Nurayın xoşuna gəldi. Şəxssiz cümlədir. Bu bir cümləmiz. Nəticələri yüksək oldu. Bax, bu da müəyyən şəxsli cümlədir. Bu da bir cümləmiz. Demək, cavabımız olar 3-lə 5. Hansı cümlədə yalnız ikinci dərəcəli üzvlər həmcinsdir? Bax, A bəndində mənim məqsədim sizi güclü, iradəli yetişdirməkdir. Burada maq məstər şəkilçisini görürsünüz. Ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, xəbər məstər feili sifətlə ifadə olunanda mübtədanı tapmaq lazımdır. Mübtəda nədir? Mənim məqsədim. 3-cü növ təyini söz birləşməsi. Mübtədanın sağ tərəfində gözünüzə görükən nöqtə, vergül, cümlə, nə bilim, nə varsa hamısını qatırıq xəbərin tərkibinə. Olur tərkib. Nə tərkibi? Məstər tərkibi. Ona görə burada ikinci dərəcəli cümlə üzvü yoxdur. Qatar sürətli və cəld hərəkət edərək, burada sürətli və cəld hərəkət edərək feilinə aiddir. Tərkib daxilindədir. Ona görə şərtimiz ödənməz. Bizdən ikinci dərəcəli üzv deyir. Axı, burada cümlə üzvü yoxdur. Mənim
Bənövşə və nərgizlərim. Bax, mənim bənövşə və nərgizlərim. Üçüncü növ təyin söz birləşməsinin daxilindədir. Cümlə üzvü deyil. Həmcislik var, amma cümlə üzvü deyil. Bu il daha ətirli və təravətli görünür. Ətirli və təravətli. Burada həmcins zəfliklərdir və şərtimiz ödənir. Cavabımız olar C bəndi. Yalnız ikinci dərəcəli üzvlər həmcinsdir. Başqa da bir şey yoxdur. Qohumlar, yaxınlar, tanışlar məclisə təşrif buyurdular. Burada qohumlar, yaxınlar, tanışlar maksimum həmcins mübtəda ola bilər. Şərtimiz ödənməz. Mənim mehriban və səmimi söhbətim uşaqlara xoş gəldi. Mənim mehriban və səmimi söhbətim. Mehriban və səmimi həmcinslik yaradır. Amma həmcins cümlə üzvü deyil. Çünki üçüncü növ təyin söz birləşməsi daxilindədir. Ona görə şərtimiz ödənməz. Cavabımız nə oldu? Cavabımız nə oldu? C bəndi. Ki bağlayıcısı işlənən cümlələri seçin deyir. Bəxtimiz gətirmir ki, gətirmir. Təkrarlanan xəbərlər arasında işlənib ki, burada bağlayıcı deyil, ədatdır. İnanıram ki, nəyə? Tabel mürəkkəb cümlənin tərəflərini bağlayıb və bağlayıcı vasitədir. Gülnar bilirdi ki, nəyi? Burada da çox asanlıqla müşahidə edirik ki, tabel mürəkkəb cümlənin tərəflərini bağlayıb ki, bağlayıcısı 4-də deyir ki, dərsə getmirsən ki, niyə gecikirsən axı? Bax, burada ki-ni yerinə avtomatik bəs ədatını, sual ədatını qoya bilirik. Dərsə getmirsən, bəs niyə gecikirsən axı? Bax, burada bəs sual ədatını qoyuruq, şərtimiz ödənir. Ki, burada bağlayıcı yox, ədatdır. Gülnar bilirdi, bəs körpələri yandırmaq lazımdır. Görsən, burada şərtimiz ödənmir. Ona görə cavabımız olar nə? 2 ilə 3. B bəndi. Baxaq növbəti suallara. Hansı cümlədə işarə əvəzliyindən sonra vergülün işlənməsi doğrudur? Bax, bu bizim düşüncələrimizin məzmusudur. Burada biz əvəzliyi gəlib. Vergül olmaz. Əgər əvəzliklər burada həmcinslik və yaxud da cümlə üzvünün əlavəsini yaratsaydı, şərtimiz ödənərdi. Vergülün qoyulmağında problem olmazdı. Yoxdur deyə şərtimiz ödənmir. Bu, Uğurun sirlərindən dostlarına danışırdı. Daha doğrusu o, Uğurun sirlərindən dostlarına danışırdı. Burada bizdən işarə əvəzliyini deyir. Bu, şəxs əvəzliyidir. Yəni, oradakı o, şəxs əvəzliyidir. Baxaq C bəndinə. Bu, danışır, İlqar isə mürgü döyürdü. Burada danışır feili gəlib. Əgər feili sifət gəlsəydi, şərtimiz ödənərdi. Burada vergüdən istifadə olunması doğru deyil. D bəndində deyir ki, bu, çayın kənarında müxtəlif otlar bitir. İntonasiya bitkinliyi yaranmayıb. Bax, bu, çayın kənarında olmaz. Bu, çayın kənarında təyindir və vergüldən istifadə olunmaz. Baxaq E bəndində. Burada da o, şəxs əvəzliyi var. Bizdən işarə əvəzliyini soruşur. Cavab çıxmadı deyirsinizsə, demək ki, variantı axıra qədər oxumursunuz. O, hər insanın bacaracağı bir işi edə bilmədi. Halbuki, bu, nəticəni qazandı. Nəticə isimdir və vergülün burada qoyulmasında heç bir problem yoxdur. Cavabımız olar E bəndi. Yadınızda saxlayın, imtahanda həmişə şərti diqqətlə oxuyun, işarə əvəzliyini görürsünüz orada. Şərti diqqətlə oxuyun, variantı da tələsmədən, bircə-bircə təhlil edin. İnanın ki, vaxt cəhətdən də irəli düşəcəksiniz. Bəzən imtahanda irəli düşmək üçün, nə bilim, sualı qısa zamanda oxuyurlar, variantları ötəri yanaşırlar, keçirlər. Bu da çox zaman problem yaradır. Əsasən də baxırlar, deyirlər ki, nə var ya orada, əvəzliyidir, işarə əvəzliyi, vergülün qoyulmağını bilirəm və salam. Amma elə deyil. Bütün suallara diqqətlə yanaşmaq lazımdır. Keçək növbəti suala. Nəticənin yüksək olmağını istəyirsənsə, yorulmadan çalışmalısın. Nümunəsinin təhlilinə aiddir. Xəbərlər hökm bildirir, sadədir. Xəbər sadədir, düzdür, feili xəbərdir. Ümumiyyətlə, yadınızda saxlayın ki, feili xəbər həmişə sadə olur. Xəbərlər hökm bildirir ifadəsi isə səhvdir, çünki xəbərlər hərəkət bildirir. Hökm bildirəndə ismi xəbər olurdu. Hərəkət bildirəndə feili xəbər olurdu. Burada da feili xəbər olduğu üçün hökm yox, hərəkət bildirir. B bəndində deyir ki, tamamlıq məsdər tərkibi ilə ifadə olunub. Bax, bizim tamamlığımız hanı? Nəticənin yüksək olmağını. Burada tamamlıq üçüncü növ təyini söz birləşməsindən ifadə olunub. Demək, məsdər tərkibinin ifadə olunmaz. Bu, səhvdir. Mürəkkəb cümlədir. Bəli, mürəkkəb cümlədir. Şərt budaq cümləsidir özdə. Birinci tərəfin xəbəri şərt şəklindədir. Xeyr.
Niyə? Çünki istəyirsən, orada indiki zaman şəkilçisi gəlib. Sə burada şərt yox, isə hissəciyidir. Ona görə şərtimizə dönməz. Xəbərlərdən biri indiki zaman şəkilçili feillə, bəli, istəyirsə, indiki zaman şəkilçisidir. Digəri vacib şəklində olan feillə ifadə olunub. Bəli, çalışmalısan. Cavabımız olar onda D bəndi. Nümunədə yəlik və təsirlik hallı isimlər var. Bax, burada təsirlik və yəlik hallı isimlər deyir, səhv deyir. Ümumiyyətlə, təsirlik hallı isim yoxdur, orada olmaq, orada feildir, isim deyil. Baxaq növbəti suala. Ruslan irəli gedəndən sonra dəfələrlə xatırladığı dostunu görüb birdən-birə ağladı. Cümləsindəki zərflərin işlənmə ardıcıllığını müəyyən edin. Əlavə qeyd edeyim sizə, bax, mövzudan kənar. Gedəndən sonra, yadınızda qalsın, bax, orada andan əndəni görürsünüz, deyirsiniz ki, bu ilə feili bağlamadır. Səhvdir. Yadınızda qalsın ki, feili bağlamadan sonra qoşma gələ bilməz. Bu, feili sifətdir. Aydındır, bunu yadınızda saxlayın. Keçək suala. Cümləsindəki zərflərin işlənmə ardıcıllığını müəyyən edin deyir. İrəli yer zərfidir. Dəfələrlə kəmiyyət zərfidir. Birdən-birə tərzi hərəkət zərfidir. Cavabımız olar A bəndi. Hansı cümlədə əlavə cümlə üzvünə aiddir? Əlavə cümlə üzvünə aiddir. Baxaq, cümlə üzvünə aiddir deyirsə, 100% variantda nə olacaq? Bu əlavələr, əlavə ümumiyyətlə tərkib daxilində olacaq ya da üçüncü növ təyəni söz birləşməsi daxilində olacaq. Baxaq, İsmətin dostumun nadincliyi, bax, İsmətin nadincliyi. Bu artıq nədir? Üçüncü növ təyəni söz birləşməsidir. Bunun daxilində də cümlə üzvü yoxdur da, daxilində gəlib. Ona görə A bəndi bizim şərtimizi ödəmir. Dostumgil sabah atası işdən qaydanda gələcək. Bax, dostumgil sabah. Sabah gələcək. Bax, burada sabah ifadəsi qaydanda feili bağlamasına aid deyil ha. Diqqətli olun. Dostumgil sabah gələcək. Dostumgil sabah işdən qaydanda. Nətər sabah qaydanda gələcək? Elə olmur axı. Həmişə yadınızda qalsın ki, burada bu ifadə var. Bu trenin sol tərəfində olan ifadəni xəbərlə uyğunlaşdırın. Görün, xəbərə aiddir, yoxsa burada feili bağlama və yaxud da feili sifət məsdər hər nə gəlsə ona aiddir. Bax, burada rahatlıqla biz sabah ifadəsinin, sabah zərfin gələcək xəbərinə, feilinə aid edə bilirik. Ona görə elə bizim cavabımız olar nə? Boya bəndi. Baxaq növbəti suallara. Demək, harada qalmışdıq? Uzun uzadı, boş-boş danışmağın faydası yoxdur. Burada nədir məsələ? Burada, yəni, uzun uzadı. Uzun uzadı, yəni boş-boş danışmağın. Bu da tərkib daxilindədir, ona görə şərtimizi ödəməz. Burada, yəni küçənin aşağısında dayananlar sakitcə yox oldular. Burada, yəni küçənin aşağısında dayananlar. Dayananlar feilinə aiddir, ona görə tərkib daxilindədir, şərtimizi ödəməz. Bizdən deyir ki, əlavə cümlə üzvünə aiddir. Mənim onun danışığından, ona buna söz atmağından zəhləm gedir. Bax, bu ifadə bütövlükdə xəbərdir. Mənim zəhləm gedir ifadəsi. Ona görə bu da şərtimizi ödəməz. 10-cu suala baxaq. Numerativ sözün kəmiyyət fərqi yaratdığı cümləni müəyyən edin. Bax, burada nə deyir? Numerativ söz kəmiyyət fərqi o zaman yaradır ki, həmin o numerativ söz kəmiyyət cəhətdən, həmin o, belə deyək də, sözün fərqliliyin, biraz çoxluğun, kəmiyyət cəhətdən çoxluluğun bizdən istəyir də, yəni o cəhətdən çoxluq yaratsın. 2 nəfər şagird tapşırığın həllinə çalışırdı. Bax, burada nəfər numerativ sözü elə 2 şagirdin məzmuna, cəminə bərabərdir. Yəni, burada artıqlıq bir nümayiş etdirmiş ki, göstərmir ki bizə. Bəzən gözəl bir niyyət bağlı qapıların açarıdır. Burada ümumiyyətlə say yoxdur, ümumiyyətlə, yəni numerativ sözü yoxdur. Bir orada ədatdır. Bir maşın qarpız vaxtında mağazaya çatdırıldı. Bax, orada bir maşın, görün o bir qarpız ifadəsinə kəmiyyətindən necə təsir edib, çoxaldıb da, yəni. Ona görə cavabımız olar C bəndi.
Bir tikə çörəyi mənə çox görmə. Burada kəmiyyət fərqi yaratmayıb. 1 litr. Burada da kəmiyyət fərqi yaratmayıb. Ona görə cavabımız olar ilə C bəndi. Belə yoldaşlar, bizi izləməyi unutmayın ki, növbəti sualların, ümumiyyətlə imtahan suallarında inşallah mən imtahandan dərhal sonra izahını da paylaşacağam. Bizi izləyin ki, növbəti suallardan, növbəti materiallardan anında xəbərdar olmuş olasınız. Özünüzə yaxşı baxın, imtahanda sizə uğurlar arzulayıram. Sağ olun.